Deməli, bayaqlar harda qalmışdıq? Demişdik ki, deməli, qənaət olunmuş pulun evdə saxlanılması məqsədə uyğun deyil. Əmanət banklarında, yəni ki, bunu saxlamaqla nə edə bilərik? Həmin o banka yatırılmış pul faizlər hesabına artar, pul sahibinə nə edər? Əlavə gəlir gətirər. Deməli, bax, gəlir gətirən varsa, daşınmaz əmlak məqsədə uyğundursa zərgərlik məlumatlarıdır. İndi burada bunları açıqlama verin. Bax, burada belə bir cümlə verilibdir, müəllimlər. Baxın, bu hissələrə baxağın, bircə dəqiqə. Baxın, bu hissədə. Bax, burada nə deyir? Deyir ki, qənaət edilmiş vəsaiti qiymətli kağızların, əntik əşyaların, qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarının alınmasına sərf etmək məqsədə uyğundur. Deməli, bax, nəyə sərf etmək qənaət edilmiş vəsaiti məqsədə uyğundur desə, biz götürücüyük, deməli, onu nəyə? Zərgərlik məmulatları varsa, bax, cümlədə zərgərlik məmulatları varsa, deməli, nəyə aid edəcəyik? Məqsədə uyğundur. Hara sərf etməyimizdə qənaət edilmiş pulu. Amma ki, desə ki, gəlir gətirirsə daşınmaz əmlaka. Bax, deyir ki, qənaət edilmiş pulun daşınmaz əmlaka yatırılması daha çox gəlir əldə etməyə imkan verər. Çünki daşınmaz əmlakın dəyəri bazarda çox sürətlə artır. Desək ki, testdə, məsəl üçün, daha çox qənaət edilmiş pulu hara yatırsaq daha çox gəlir gətirər, bu zaman variant olaraq daşınmaz əmlakı götürəcəyik. Amma ki, desək ki, qənaət edilmiş vəsaitin hara sərf edilməsi məqsədə uyğundur soruşsa, bu zaman zərgərlik məmulatları varsa variantda onu götürəcəyik. Bax, bunlar ikisi testdə qarışdırılan hissədir. Sonra nə deyir? Deyir ki, ailə büdcəsinin yalnız düşünülmüş idarə olunması nəticəsində qənaət eləmək olar. Bu doğrudur da. Məsəl üçün, bir var düşünməyək, girək elə ağlımıza gələni alaq, bir də baxaq görək ki, cibimiz də boşdur, kartımız da boşdur. Bir də var ki, yalnız düşünülmüş idarə olunması nəticəsində ailə büdcəsinin biz nə etmiş olaraq? Qənaət eləmiş olaraq. Ailənin pul vəsaitinin qorunmasının aşağıdakı üsulları var. Baxaq görək hansı üsullarla biz ailəmizin pul vəsaitini qoruya bilərik. Deyir ki, uzun müddətli istifadəyə yararlı və keyfiyyətli əşyaların alınması, yığım sığortası, bank əmanətləri, incəsənət əsərlərinin əldə edilməsi, qiymətli metallar, məsəl üçün, qızıla yatırmaq, alınması, kolleksiya toplama, məsəl üçün, metaldır, puldur, poçtmarkalardır, daşınmaz əmlakların alınmasıdır, xarici valyutanın alınmasıdır, nağd pulların saxlanılmasıdır. Deməli, pul vəsaitini qorumaq üçün bu üsullardan biz istifadə edə bilərik. Keyfiyyətli əşyalar ala bilərik, yığım sığortası eləyə bilərik, banka əmanətlər qoya bilərik, əsərlər ala bilərik. Yəni, düzdür, o bizim kiçik ailələr, kiçik xərclər üçün deyil, o imkanlı adamlar üçündür ki, incəsənət əsərləri alırlar, qiymətli metallar alırlar, kolleksiya toplayırlar. Bu şəkildə. Sonra nə deyir? Ailə büdcəsindən əlavə ailə üzvlərinin şəxsi büdcəsi də olur. Yəni, düzdür, ümumi ailə büdcəmiz də olur. Amma hərənin özünün, yəni ki, indi uşaqdan böyüyə hamının özünün nəyi də olur? Ailə üzvlərinin şəxsi büdcəsi də olur. Məsəl üçün, bu günlərim uşağa həftəlik pul verirsən ki, xərclik verirsən ki, yəni ki, bunu saxla, məsəl üçün, yol pulu elə bir həftə boyunca yemək al, məsəl üçün, dərs tənəffüslərində, yəni bu şəkildə. Sonra bax, burada nə verilir? Büdcə ümumilikdə nəyə deyilir? Biz büdcə bilirdik ki, pul çantasıdır, müəllimlər. Büdcənin biz bilirdik ki, tərcüməsi nədir? Pul çantasıdır ingilis dilindən. Deməli, büdcə müəyyən zaman kəsiyində gəlir və xərcin planlaşdırılmasıdır. Deməli, gəlir və xərc planlaşırsa, müəyyən zaman kəsiyi ərzində büdcədə planlaşmalıdır da. Zaman kəsiyi də nədir? Həftə ola bilər, ay ola bilər, rüb ola bilər, yarım il ola bilər, il ola bilər. Rüb də nədir, müəllimlər? Rüb də büdcənin planlaşmasında o iqtisadçıların rübü 3 ay müddəti əhatə eləyir. Məsəl üçün, ailədə də, yəni ki, biz bunu 3 ay müddətinə
qoya bilərik də. Yəni ki, büdcəmizi bu şəkildə planlaşdıra bilərik. Bəs şəxsi büdcə nədir? Deməli, büdcə sözünün izahından belə çıxır ki, şəxsi büdcə bir fərdin müəyyən zaman kəsiyində gəlir və xərcinin planlaşdırılması. Bayaq mən dediyimdə, məsəl üçün, bir həftə ərzində, bir ay ərzində bir insanın, yəni şəxsi büdcə budur, ailə büdcəsi də bütün ailənin, yəni ümumi gəlir və xərcinin planlaşdırılmasıdır. Bax, burada nə deyir? Şəxsi büdcə bir adama aiddir. Ailə büdcəsi isə ailənin bütün üzvlərinə və onların ehtiyaclarının ödənilməsinə xərclənir. Deməli, düşünülməmiş pul xərcləməyin yeganə çıxış yolu öz şəxsi büdcəni və ailə büdcəsini nəzərə alaraq bölüşdürməkdir. Yəni ki, düşünülməmiş xərcləmək istəyirsən, həm ailə büdcəvi nəzərə almalısan, həm də şəxsi büdcəvi. Yəni, yorğana baxıb ayağı uzatmalısan da, belə deyək. İndi baxırıq, xərcləri azaltmaqla pula qənaət etməyin əsas prinsipi nədir? Burada bizim 7 dənə prinsipimiz var. Bunlara baxarıq. Bax, birinci nə deyir? Deyir ki, yalnız nağd pulla alış-veriş edin. Sonra deyir ki, alış-veriş zamanı qiyməti endirmək lazımdır. Qidalanmaya qənaət edin. İstirahətə və əyləncəyə ayrılmış xərclərə bir daha nəzər salın. Sonra uyğun mobil operatorları seçin. Mağazaların xidmətlərindən istifadə edin, başqa mağazaların. Bir də lazımsız heç nə almayın. Yəni, bu prinsipləri nəzərə alaraq biz xərclərimizi nə edə bilərik? Azalda bilərik, pula qənaət edə bilərik. Bax, burada nə deyir? Yalnız nağd pulla alış-veriş edin. Bax, burada indi əhali arasında deyir ki, plastik kartlara da, yəni ki, alış-veriş dəb halına alıbdır. Bu kartlardan, məsəl üçün, müxtəlif xidmətlərin və malların dəyərini ödəmək üçün nə edirlər? İstifadə edirlər. Amma alış-veriş zamanı nağd puldan istifadə edilərsə, xərclənən məsaitin miqdarı göz önündə olar və israfçılığa yol verilməz. Yəni ki, cibimizdə bilirik, bu gün 50 manat var. Bunun 15-ini xərcladıq, qaldı, məsəl üçün, nə qədərsə. Deməli, bu zaman göz önündə. Amma kartla olanda deyir ki, yəni ki, bu zaman qərəlini bilmirik, amma artıq telefona o mesajı gəlir. Sonra, alış-veriş zamanı qiyməti endirin. Bax, alış-veriş zamanı qiymətin endirilməsi qənaət üçün imkan yaradır. Məsəl üçün, 5 manat 50 qəpiyə nədir? Məsəl üçün, nəyinsə kilosu 5 manat 50 qəpiyədir. 5 manat alırıqsa 50 qəpiyə özümüzə qalır. Sonra, qidalanmaya qənaət edin. Bax, qidalanmaya qənaət edin, yemək yeməyin demək deyil. Məsəl üçün, nahar fasiləsi zamanı adətən əksər insanlar kafaya gedir. Bunun nəticəsinə bir neçə manat, məsəl üçün, əlavə pul xərcləyilir. Bunun qarşısını almaq üçün, məsəl üçün, nahar yeməyini evdən gətirməklə də qənaət eləmək olar. Məsəl üçün, mənim yoldaşım günorta uzaqda işləyir evimizdən. Günorta, məsəl üçün, kafeyə getmir, əvəzində mən ona evdən yemək qoyuram. Bax, bununla da nə etmiş oluruq? Ailə büdcəsinə biz qənaət etmiş oluruq. Məsəl üçün, deyir ki, istirahətə və əyləncəyə ayrılmış xərclərə bir daha nəzər salın. Məsəl üçün, yeni kinofilm çıxıbdır, kinoteatrlardadır, məsəl üçün, bunun seyri. Biz kinoteatra təbii ki, müəyyən məbləğdə pul verməliyik. Amma ki, bunu DVD disk şəklində əldə edib və yaxud internetdən götürərək də nə edə bilərik? Biz bu filmə baxa bilərik. Bununla da əlavə xərc eləmiş olmarıq. Uyğun mobil operatordan istifadə edin. Məsəl üçün, lazımsız tarif xərclərini dayandırmaq üçün mobil operatorların tarif planlarını diqqətlə izləyib, yəni ki, hansında ucuzdur, sərfəlidir, ondan istifadə edə bilərik. Başqa mağazaların xidmətindən də istifadə edin. Məsəl üçün, bahalı ticarət mərkəzlərindən alış-verişi təxirə salıb, harda ucuzluqdursa, oradan, adi supermarketdən də biz nə edə bilərik? Bazarlığımızı eləyə bilərik. Məsəl üçün, gənclikdə o bahalı dükanlardan gedib geyim almarıq və yaxud da baha satılan ərzaq dükanlarından almarıq. Baxarıq, harda ucuzdur, endirimdə oradan alaraq biz büdcəmizə nə edə bilərik?
qənaət etmiş ola bilərik. Heç lazımsız şeylər almayın. Ələxüsus da kreditlə. Adam var ki, məsəl üçün cibində 1 qəpik yoxdur, 150 manat maaş alır, gedir məsəl üçün 1000 manatlıq telefon alır. Yəni bu özü də yəni ki, büdcəyə zərbə vurur. Yəni bu kimi şeylərə nə etmək lazım? Diqqət eləmək lazım.